Generativ orqanlarımızdan olan meyvə haqqında məlumat verəcəm. Meyvə bilirik ki, ilk dəfə örtülü toxumlu bitkilərdə yarandı və ən cavan generativ orqan meyvə hesab olunur. Yəni, Mezozoy erasının təbaşir dövründə yaranmışdı. Meyvə dişiciyin hansı hissəsindən yaranmışdı? Biz bilirik ki, meyvə dişiciyin yumurtalığından əmələ gəlir, toxum isə dişiciyin yumurtacıqdan əmələ gəlirdi. Meyvə iki hissədən ibarətdir. Meyvəyanlığından və toxumdan. Meyvəyanlığı bəs nədən əmələ gəlir? Meyvəyanlığı yumurtalığın divarından əmələ gəlir. Ona görə meyvəyanlığı yalnız ana bitkinin xüsusiyyətlərini daşıyır və meyvə də yumurtalıqdan əmələ gəlir. Meyvə təsnifatına görə meyvələri biz iki qrupa bölürük. Bir çiçəkdən əmələ gələn meyvələr var. Bir də var çoxlu sayda çiçəkdən əmələ gələn meyvələr. Bir çiçəkdən əmələ gələn meyvələr özləri iki qrupa bölünür. Sadə meyvələrə, mürəkkəb meyvələrə. Sadə meyvələr hansı meyvələrə deyilir? Bir çiçəkdə bir dişiciyi olan çiçəklər sadə meyvələrdir. Yəni, bir çiçək daxilində yalnız bir ədəd dişiciyi varsa, həmin bu meyvələr sadə meyvələr adlanır. Buna misal olaraq gilasdır, gavalıdır, üzümü misal göstərə bilərik, buğdanı, fındıqdır, pomidordur. Bu kimi bitkiləri misal göstərə bilərik ki, yəni bir dişicikdən inkişaf edir. Mürəkkəb meyvələr isə bir çiçək daxilində, bir dənə hər hansı bir böyük çiçək götürürük, bir çiçək daxilində çoxlu sayda dişiciklər varsa, həmin meyvələr mürəkkəb meyvələr adlanır. Mürəkkəb meyvələr özləri iki qrupa bölünür. Mürəkkəb çəyirdək meyvə, mürəkkəb fındıqca meyvə. Mürəkkəb çəyirdək meyvəyə moruq və böyürtkəni misal göstərə bilərik. Mürəkkəb fındıqca meyvəyə isə itburnunu, çiyələyi və qaytarma bitkisini misal göstərə bilərik. Deməli, bir çiçəkdən əmələ gələn meyvələr sadə meyvələrə və mürəkkəb meyvələrə bölündü. Sadə meyvələr bir dişicikdən əmələ gələn meyvələr sadə meyvələrdir. Bir çiçək daxilində çoxlu sayda dişicikdən əmələ gələn meyvələr mürəkkəb meyvələr hesab olunur. Mürəkkəb meyvələri də mürəkkəb çəyirdək meyvəni və mürəkkəb fındıqça meyvəni misal göstərə bilərik. Digər qrup isə çoxlu sayda çiçəkdən əmələ gələn meyvələrə isə, yəni çoxlu sayda çiçək qruplarından əmələ gələn meyvələrə isə toplu meyvələr deyilir. Toplu meyvələrə misal olaraq ananas, tut və əncir bitkisini misal göstərə bilərik. Meyvələr ümumiyyətlə yadınızda qalsın. Meyvələr yalançı meyvələr var, həqiqi meyvələr və axta meyvələrə bölünürdü. Həqiqi meyvələr hansı meyvələrə deyilir? Mayalanmasında yalnız yumurtalığın iştirakı ilə əmələ gələn meyvələr həqiqi meyvələr adlanır. Lakin bəzi meyvələrdə yumurtalıqla bərabər çiçək saplağı, çiçək yatağı, çiçək yanlığının iştirakı ilə əmələ gələn meyvələrə yalançı meyvələr deyilir. Yalançı meyvələrə armud, əzgil, heyva, çiyələk, qarpız, yemiş, boranın bitkilərini misal göstərə bilərik. Yenə deyirəm, yalançı meyvələrdə həm yumurtalıq iştirak edir, həm çiçək yatağı, həm çiçək saplağı, həm də çiçək yanlığının iştirakı ilə yaranan meyvələrə yalançı meyvələr deyilir. Biri də var axta meyvələr. Mayalanma getmədən əmələ gələn meyvələrə isə axta meyvələr deyilir. Axta meyvənə üzümdür, limon, portağal kimi bitkiləri misal göstərə bilərik və diqqətli olaq, axta meyvələrdə toxum olmur. Ümumiyyətlə biz bilirik ki, ömründə bir dəfə çiçək açıb meyvə verən bitkilərə monokarp bitkilər deyilir. Mono bir, karp meyvə deməkdir. Ömründə bir neçə dəfə çiçək açıb meyvə verən bitkilərə isə polikarp bitkilər deyilir. Meyvələrin yalançı meyvələri dedik, meyvələrin quruluşu, bax bu şəkilə diqqətli olaq. Çəyirdək meyvə,
Çəyirdək meyvə, yadınızda qalsın, çəyirdək meyvə şirəli bir toxumlu meyvədir. Şirəli bir toxumlu meyvədir. Həmin o çəyirdək isə meyvə yanlığının, bax kitabımızda da qeyd olunubdur, testlərə düşür, daşlaşmış daxili qatıdır. Meyvə yanlığı ümumiyyətlə çəyirdək meyvələrdə 3 hissədən ibarətdir. Daxili, orta və xarici qatdan. Xarici qat nazik qatdır, o üstdəricik şəkildə olan, orta qat lətli qatdır, daxili qatı isə daşlaşmış qatdır. Həmin o çəyirdək meyvənin, meyvə yanlığının daxili daşlaşmış qatı içərisində isə toxum yerləşir. İndi meyvələrin təsnifatını ayrı biz bölürük. Meyvələrin təsnifatını bölürük quru və şirəli meyvələrə. Yəni meyvələr özü 2 qrupa bölünür. Quru və şirəli meyvələrə. Bunlar sadə meyvələri ilə deyək ki, 2 qrupa böldük. Quru və şirəli meyvələrə. Quru meyvələr özləri də 2 qrupa bölünür. Bir toxumlu quru meyvələrə, bir də çox toxumlu quru meyvələrə. Və burada da qeyd olunub ki, bir toxumlu quru meyvələrə fındıq meyvəni, toxumca meyvə və dən meyvəni misal göstərə bilərik. Bir toxumlu quru meyvələrə. Dən meyvə nədir? Hər bir meyvənin də xüsusiyyətlərini bilməliyik. Dən meyvənin pərdə şəkilli meyvə yanlığı var. Həmin o pərdə şəkilli meyvə yanlığı toxum qabığına bitişik vəziyyətdədir. Yəni biz onu ayıra bilmirik. Dən meyvələrə misal olaraq buğda, arpa, qarğıdalı, çovdar, dəri, darı, vələmir, bunları misal göstərə bilərik. Bir sözlə, taxıllar fəsləsinə aid olan bitkilərdə dən meyvədir və dən meyvə bir toxumlu quru meyvədir. Toxumca meyvəni isə əsasən mürəkkəb çiçəklər fəsləsinin nümayəndələrinə aid edilir. Toxumca meyvədə isə diqqətli olaq, dən meyvədən fərqli olaraq meyvə yanlığı, o pərdə şəkilli olan meyvə yanlığı toxum qabığına birləşmir və meyvə yanlığının daxili qatı dəricik formasındadır. Buna da yenə deyirəm, günə baxan, astra, georgin, eşək qanqalı, göy çiçəyi, zəncirotu bitkisini misal göstərə bilərik. Fındıqça meyvə fındıq meyvəyə bənzəyir. Bax bu fındıqça meyvədə isə misal olaraq bayaq dedik ki, mürəkkəb meyvələr var idi. Fındıqça meyvələrə çiyələyi, qızılgülünü, it burnunu, qaytarmanı misal göstərmək olar ki, bunlar fındıqça meyvədir. Digər meyvələrimiz çox toxumlu quru meyvələr. Çox toxumlu quru meyvələrə paxla meyvəni, buynuz meyvəni və qutucuq meyvəni misal göstərə bilərik. Qutucuq meyvəni. Ən çox toxuma malik olan meyvə qutucuq meyvədir və qutucuq meyvədə yumurtacıqların sayı daha çoxdur. Buna misal olaraq pambıqdır, lalə, tütün, bənövşəni misal göstərə bilərik. Buynuz meyvədə isə meyvədə diqqətli olaq, buynuz meyvənin şəklinin quruluşunu bilməliyik. Bax bu hissəyə diqqətli olaq. Meyvə yanlığı 2 tayacıqdan ibarətdir. Həmin bu 2 tayacıq arasında ara kəsmə var. Həmin toxumlar buynuz meyvədə həmin ara kəsmələr üzərində yerləşmiş olur. Buynuz meyvəyə xaççiçəklər fəsləsinin nümayəndələrində əsasən rast gəlinir. Buna misal olaraq kələmdir, turpdur, vəzərəkdir, şalğamdır, quş əpbəyidir, çöl xardalıdır, sarlı qotudur və sairəni misal göstərə bilərik. Bunlar buynuz meyvədir. Yəni toxumlar harda yerləşir? Buynuz meyvədə ara kəsmə üzərində. Paxla meyvələr isə yenə meyvə yanlığı tayıqcıq adlanır. Həmən bu tayacıqlarda yuvalar vardır. Həmən o toxumlar o yuvalarda yerləşir. Yəni paxla meyvə buynuz meyvədən fərqli olaraq tayacıq arasında ara kəsmə yoxdur. Və paxla meyvələri əsasən paxlalar fəsləsinin nümayəndələrində rast gəlinir. Bunlara misal olaraq noxud, lobya, soya və akasiyanı misal göstərə bilərik. Deməli, quru meyvələr oldu. Bir toxumlu quru meyvələr və çox toxumlu quru meyvələr. Bir toxumlu
toxumlu quru meyvələr, dən meyvə, toxumca meyvə, fındıqca meyvə, çox toxumlu quru meyvələrə paxla meyvə, buynuz meyvə, qutucuq meyvə. Yadınızda qalsın, bir qayda olaraq bir toxumlu quru meyvələr və yaxud da bir toxumlu şirəli meyvələr hər biri meyvə şəklində torpağa əkilir və bunların meyvəyanlığı nə zaman toxumdan aralanır? Toxum cücərən zaman. Onların toxum qabığı quru meyvələrdə, həm şirəli, həm bir toxumlu şirəli, həm bir toxumlu quru meyvələrdə meyvə yanlığı zəif inkişaf etdiyinə görə meyvə şəklində torpağa əkilir və torpaqda toxum cücərən zaman toxumun nə edir? Qabığı aralanmış olur. Digər meyvələrimiz isə dedik ki, çox toxumlu quru meyvələri dedik, bir də çox toxumlu şirəli meyvələrə. Çox toxumlu şirəli meyvələrə gilə meyvəni, alma meyvəni, narıc meyvəni misal göstərə bilərik. Bir də əlavə olaraq qeyd edim ki, bir toxumlu gilə meyvə də var. Bir toxumlu gilə meyvələrə misal olaraq biz Seyşel palmasını, zirinci misal göstərə bilərik. Ümumiyyətlə, çox toxumlu gilə meyvələri isə təbii ki bilirik. Badımcandır, bibərdir, pomidor, kartof bitkisi, bibər, üzüm, quş üzümüdür, daha sonra inci çiçəyidir, qarağat bitkisidir ki, bunlar çox toxumlu gilə meyvələrə misaldır. Davam edirik. Bu ümumiləşdirici tapşırıqlara hər birinə baxarsınız. Heyvanlarda hərəkət və dayaq sistemi. Biz artıq heyvanlar haqqında məlumatımız var. Burada şəkillərə baxın. Aidoamöbdə infizor tərlikdir, yaşıl evgilində qamçıların köməyi ilə hərəkət edir. Burada soğulcanın bu şəklə mütləq şəkildə diqqət yetirək. Soğulcanın dəri əzələ hissəsi həlqəvi və uzun nəzərlərdən təşkil olunmuşdur. Bilirik ki, dəri əzələ hissəsi öncə həlqəvi əzələr, onun altında isə uzun nəzərlər yerləşirdi. Həlqəvi əzəllər yığıldıqda bədən nazikləşirdi. Uzunlu əzəllər yığıldıqda isə yoğunlaşmış vəziyyətdə olurdu. Hər biri burada qeyd olunubdur. Həlqəvi əzəllər yığıldıqda uzunlu əzəllər boşalmış vəziyyətdə olur və nazikləşir. Uzunlu əzəllər yığıldıqda həlqəvi əzəllər boşalmış vəziyyətdə olur və bu zaman soğulcanın bədəni yoğunlaşmış vəziyyətdə olur. Siz bilirsiniz ki, xarici skelet vardır, daxili skelet vardır. Xarici skeletə xərçənglərdə, hörümçəkimlərdə, həşəratlarda rast gəlinir. Xarici skeletə bunu xitin örtükdə əmələ gətirirdi. Biri də var idi ki, daxili skelet. Daxili skeletdə var. Bu xordallar tipinə aiddir daxili skeletdə. Bax, xarici skeletin daxili skeletdən fərqi. Xarici skeletdə daxildə nə birləşirdi? Əzəllər birləşirdi. Daxildən əzəllər birləşirdi. Amma daxili skeletin xarici skeletdən fərqi ondan ibarətdir ki, dəri və əzələ ilə əhatə olunmuşdur. Həm dəriyə, həm də əzələyə birləşir ki, bunu suda, qurda yaşayanlarda, balıqlarda, quşlarda, sürünlərdə, məməllər sinifində rast gəlmək olar daxili skeletə. Amma yaranma tarixinə görə xarici skelet daha cavandır. Ən qədim skelet daxili skeletdir. Proterozoy erasında yarandı. Ən cavan skelet isə xarici skelet idi ki, Paleozoy erasının Kembri dövründə yaranmış olmuşdu. Bitkilərdə də dayaq sistemi vardır. Ümumiyyətlə bu hissəni də bilməliyik. Bitkilərin gövdəsinin vəziyyətinə görə, bu da mexaniki toxumanın inkişafına görə, fəzada vəziyyətinə görə bitkilərin gövdənin vəziyyəti iki qrupa bölünür. Dikduran gövdələr var, bir də sərilən gövdələrə. Dikduran gövdələrə əksər ağac bitkiləri, çol bitkilərini, ot bitkilərini misal göstərə bilərik. Sərilən gövdələrdə mexaniki toxuma zəif inkişaf etdiyinə görə onlar düzü bölünür. Sərilən gövdələr sürünən gövdələrə, sarmaşan gövdələrə və dırmaşan gövdələrə. Bu isə əzbər. Dırmaşan gövdəli bitkilər hansılardır? Daş sarmaşığı, üzümdür, noxud bitkisini misal göstərə bilərik. Sarmaşan gövdəli bitkilərə çöl sarmaşığını, lobiyanı, sürünən gövdəli bitkilərə isə üç yarpaq yonca, çiyələk, yemiş, qarpız, xiyarı misal göstərə bilərik. Deməli, gövdənin vəziyyətinə görə iki qrupa bölündü. Dikduran, sərilən. Sərilən gövdələr özləri isə bölündü. Sürünən gövdələrə, sarmaşan gövdələr və dırmaşan gövdələrə. Bunları mütləq şəkildə əzbər bilməliyik.
Burada şəkillərdən qeyd olunub dik duran dövdələr, sərilən, sürünən, sarmaşan və dırmaşan. Bir hansınındır? Sürünəndir. Bəli, torpaq üzərində olan xiyardır, çiyələkdir, boranıdır, qarpız bitkisini misal göstərərək. 2 bitkisi sarmaşıqdan lobyanı göstərə bilərik. 3 bitkisi isə bu noxud bitkisinin şəklidir. Noxudda, üzümdə, daş sarmaşığında misal deyə bilərik. Burada isə diqqətli olun. Bax, bu şeh çiçəyi bitkisidir ki, onun küçüklü yarpaqları nə edirdi? Milçəyi tuturdu və onlar azot çatışmayan torpaqlarda bitən bitkilərdir. Milçək tutan bitkilər, həşəratlarla daha doğrusu qidalanan bitkilər. Onlar azota olan tələbatını həmin o həşəratlar vasitəsilə ödəmiş olur. Bitkinin yeraltı qidalanmasını təmin edən orqan kökdür, hüceyrələr əmci tellərdir və oradan torpaqdan nəyi alır? Su və suda həll olmuş mineral maddələri. Təbii ki, kök təzyiqi var. Həmin o kök təzyiqi nəticəsində əmci tellər vasitəsilə su və suda həll olmuş mineral maddələr kökün öncə qabıq hüceyrələrinə, qabıq hüceyrələrinə isə mərkəzi silindrə, yəni kök borucuqlarına ötürülür. Kübrələr haqqında məlumat demişik. Azotlu kübrələr yerüstü gövdənin və yarpaqların böyüməsini sürətləndirir. Fosforlu kübrələr çiçək açma zamanı, meyvələrin yetişməsi zamanı və diqqətli olun, fosforlu kübrələr soyuğa davamlılığı da artırır. Kalium kübrələri isə kökələrin, soğanaqların, gövdə yumurlarının, kartof yumurlarında, gövdə yumurları kartof bitkisində, daha sonra kök yumurlarının böyüməsini gücləndirir. Kalium kübrələri isə həm soyuğa davamlılığı, həm də quraqlığa davamlılığı bitkilərdə artırır. Deməli, həm fosforlu, həm kalium kübrələri hər ikisi soyuğa davamlılığı artırmış olur. Bunlar mineral kübrələrdir. Təbii ki, üzv kübrələrdə peyindir, torfdur, quş zılıdır, bitki və heyvan çürüntüləridir. Əsasən də peyindən daha çox istifadə olunur. Bitkilərin havadan qidalanması dedikdə, havadan qidalanan orqan isə biz deyirik ki, yarpaqdır, hüceyrələr ağıcıq hüceyrələridir, havadan aldığı qaz isə karbon qazıdır. İşıq, günəş enerjisini udan isə təbii ki, xlorofil pigmentidir və fotos işıq, sintez birləşmə deməkdir. Bu təcrübənin də ardıcıllığını bilin. Bu testdə düşmüşdü. Yəni, niyə? Nişastanın təsirindən yarpaq göyərir. Əgər orada nişasta yaranıbsa, yarpaqda göyərmə baş verəcək. Əgər nişasta yaranmayıbsa, yarpaqda göyərmə baş verməyəcək. Avtotrof orqanizmlər, atos özü trofi qida deməkdir. Bunları bilirik. Heyvanların qidalanması heterotrof yolla, müxtəlif trofi qida deməkdir. Təbii ki, biz bilirik. Yırtıcı heyvanlar hansılardır? Hər şey yeyən bir heyvanlar da var. Məsəl üçün, leş yeyənlər də var. Kərkəslər, kaftarlar, cəsəd yeyən böcəklər, ölmüş heyvanların cəsədləri ilə qidalanır. Hətta bir növ təbiətin sanitar rolunu da oynayırlar bu leş yeyən heyvanlar. Bir də hər şey yeyənlər var ki, buna kirpidir, qonur ayıdır və qabanı misal göstərə bilərik. Bax, bunları da bilməyinizdə bir fayda var. Bunu da biz ekologiyadan keçmişik. Bakteriyalar. Burada nəyə diqqət çəkəcəm? Simbiyoz olan. Biz bilirik ki, paxlalı bitkilərin köklərində, paxlallar fəsəsinin bitkilərinin köklərində, məsəl üçün, noxuddur, lobyadır, sarı akasiyadır, ağ akasiyadır, acı paxladır, mərcidir, soyadır, paxlalı bitkilərdir. Onların köklərində yumurcuq bakteriyaları olur ki, həmin o yumurcuq bakteriyaları ilə simbiyoz yaşayırlar və bu simbiyoz yaşayaraq neyinir? Havadakı olan sərbəst azotu həmin bakteriyalar tərəfindən mənimsənmiş olur. Köklərdə bir də var mikoriza. Diqqətli olun, testlərə düşə bilər. Mikoriza nədir? Mikos göbələk deməkdir. Riza kök adlanır. Mikorizalar zamanı göbələyin bədənini təşkil edən nazik saplar, mitseliləri, yəni ağac kökləri ilə simbiyoz yaşayır. Mikoriza nə deməkdir? Papaqlı göbələklərlə ali bitkilərin simbiyoz həyatı. Mikos göbələk, riza kök deməkdir. Əzbər. Biri də var ki, mikoz. Mikoz nə idi? Göbələklərin bitkilərdə, heyvanlarda və s. xəstəlik törədən, yəni əsasən heyvanlarda, insanda xəstəlik törədən göbələklər isə mikozlar adlanırdı. Mikoz ayrıdır, mikoriza ayrıdır.
Parazit göbələkləri də bilirik. Bitkilərdə tənəffüs, bilirik ki, tənəffüsü ağızcıqda yerləşən, həmin o dəricik hissədə yerləşirdi. Dəricik qatında yerləşirdi yarpağın. Ağızcıqda yerləşən nə idi? Qapayıcı hüceyrələr vasitəsilə və cavan yaşlı bitki hüceyrələrində isə dəricik mantarla əvəz olunurdu. Həmin mantarlarda isə mərciməklər yerləşirdi. Dedik ki, ağızcıqlar, məsəl üçün quru bitkilərində ağızcıqlar əsasən yarpağın alt səthində, su bitkilərində isə ağızcıqlar əsasən yarpağın üst səthində, lakin kələm və süsən bitkisində isə ağızcıqlar həm altda, həm də üstdə yerləşmiş olur. Mərciməklər isə əsasən harda yerləşirdi? Gövdənin qabıq hüceyrələri ilə, bu hissəyə diqqət, gövdənin qabıq hüceyrələri ilə mantar arasında yerləşirdi mərciməklər. Belə tropik ölkələrdə də təbii ki, tənəffüsü artırmaq üçün nə idi? Əlavə tənəffüs kökləri də vardı. Burada da bilirik ki, suyun buxarlanması hadisəsi var. Bu hadisə transpirasiya hadisəsi adlanır. Bitkilərdə bunu həyata keçirən ağızcıqlardır ki, ağızcıqlar nə edir? Gündüzlər bitkilərdə açıq, gecə bağlı olurlar və bu zaman suyu buxarlandırırlar. Lakin rütubətli yerlərdə, məsəl üçün Begnonia, Ficus bitkiləridir ki, bunlarda suyu buxarlandırmaq üçün yarpaq sahəsi daha geniş olur, ağızcıqlar çox olur, kök təzyiqi isə aşağı olur. Rütubət nədir? Suyun çox olduğu mühit deməkdir. Ona görə də onlar daha çox ağızcıqları çox, yarpaq sahəsi çox olur ki, suyu daha çox buxarlandırsın və bu zamanda kök təzyiqi onlarda aşağı olmuş olur. Payızda isə xəzan hadisəsi baş verirdi. Mantarlaşmış ayrıcı qat əmələ gəlir. Sadə yarpaqlar xəzan vaxtı saplaqla yarpaq ayası birlikdə qopub tökülürdü. Lakin mürəkkəb yarpaqlarda isə öncə yarpaq ayası, daha sonra saplaq hissə düşmüş olurdu. Şam bitkilərində də bunu indi keçəcək çılpaq toxumlarda yenə yadımızda saxlayaq. Şamda yarpaqları tökürdüyünüz zaman 2-3 ildən bir şam bitkisində yarpaqlarını tökür. Küknar bitkisi isə 5-7 ildən bir yarpaqlarını tökürdü. Hər ikisi çılpaq toxumlu bitkilərdir. Ümumiyyətlə çılpaq toxumlu bitkilərdə bir qayda olaraq davamlı xəzan baş vermir. Nə zaman baş verir xəzan onlarda? Əgər hər hansı bir yarpaq ömrünü başa vurubsa, yarpaq tökülür. Yəni, məsəl üçün, şam ağacında yarpaqların, iynə yarpaqlarının müddəti 2-3 il idi. Küknar bitkisində 5-7 idi. Qara şam ağacı var idi ki, onda isə hər bir ildən bir iynə yarpaqlı yarpaqlarını tökmüş olurdu. Heyvanlarda daşıyıcı sistem haqqında məlumatımız var bizim artıq. Sadəcə şəkillərə istəyərəm ki, bir göz gəzdirəsiz. Belə çoxalmanı, qeyri-cinsi çoxalmadır. Adi amib yaşıl evgilinə mitoz yolla, sadə bölünmə yolu ilə kif göbələklərini verib ki, başçıqda sporlar yerləşirdi. Quş mamırının qutucuğunu göstərib, tumurcuqlanma yolu ilə hidranı göstərmiş olurdu. Burada vegetativ yolla çoxalma. Vegetativ yolla çoxalma biz bilirik ki, kök, gövdə və yarpaq vasitəsilə çoxalmadır ki, vegetativ orqanlar vasitəsilə sayını artırma. Məsəl üçün, kök pöhrələri vasitəsilə, şəklini dəyişmiş zoğlarla, calaq vasitəsilə çoxalmadır. Bunu da yadımızda saxlayaq. Gövdə yumrusu ilə, misal olaraq, bax, əzbər bu hissələri, kartof bitkisində, topinambur bitkisində, kökümsovlarla çayırdır, ayrıqotudur, soğandır, sarımsaqdır, nərgizdir, hiyansit bitkiləri soğanaq vasitəsilə, soğanaqlı yumurlarla qarğa soğanı, zəfaran bitkisini, bığıcıqlar vasitəsilə çiyələk, qaymaq çiçəyi bitkilərini çoxaldılır. Bir də firqəndi üsulu var ki, firqəndi üsulu bilirsiniz də, bastırma və yaxud firqəndi üsuludur ki, ana bitkidən ayrılmır. Bax, bu şəkil onu göstərir. Ana bitkidən ayrılmır. Zoğun hər hansı bir hissəsi torpağa bərk edilir. Orada kök atır. Daha sonra müəyyən müddətdən sonra ana bitkidən ayrılmış vəziyyətdə olur. Bir də calaq vasitəsilə çoxalma, vegetativ çoxalmanın bir növü də calaq vasitəsilə çoxalma idi. Calaq vasitəsilə çoxalma vegetativ çoxalmadan fərqli olaraq adətən 2 fərd iştirak edir. Yəni bunlarda həm calaq altı var, həm də calaq üstü. Calaq altı hansı bitkiyə deyilirdi? Kökü torpaqda olan bitki calaq altı idi. Qələm götürülən bitki hissəsi isə calaq üstü adlanırdı. Sadə calaq növündə bu hissəyə diqqət, calaq altı və calaq
calaq üstü eyni yoğunluqda olmuşdur. Bu şəkilləri də yadımızda saxlasaq yaxşı olardı. Yarma calağıdır, tır şəklində, göz calağı kəsilir. Sadə calaqda isə dedik ki, əsasən calaqaltı və calaqüstü eyni böyüklükdə olurdu. Davam edirik. Yəni göz calağında fikir verirsəniz şəklə T hərfi kimi çəkilir və bu da calağın növləridir. Burada isə vegetativ çoxalma vasitəsilə bu kartof yumrusudur. Bəli, Georgində, soğan gölündə kök yumrusudur. Bilirik bunları. Əlavə və yan köklərin yoğunlaşmasından əmələ gəlir. Çiyələyin bığıcığıdır, zambağın soğanağıdır, inci çiçəyin kökümsovudur. Biz də bilirdik ki, kökümsov zoğ mənşəli olduğuna görə onun üzərində həm əlavə köklər, həm əlavə tomurcuq, həm qoltuq, həm də yan tomurcuq, hətta yarpaq şəkil dəyişməsi olan zoğa da, üzr istəyirəm, pulçuqlara da rast gəlmək olar. Burada isə tozlanma, təbiətdə bilirik ki, İki cür tozlanma var. Öz-özünə tozlanma, çarpaz tozlanma. Çiçəkli bitkilərdə erkəkciyin tozcuğunun dişiciyin ağızcığına düşməsinə tozlanma deyilir. Ən qədim olan tozlanma çarpaz tozlanma idi. İlk dəfə çılpaq toxumlu bitkilərdə yarandı. Daha sonra təbaşir dövründə öz-özünə tozlanma və çarpaz tozlanmanın növü olan həşəratlarla tozlanma hansı dövrdə yarandı? Təbaşir dövründə. Öz-özünə tozlanan bitkilərə buğda, arpa, darı, çəltik, vələm öz-özünə tozlanan bitkilərdir. Və bunu diqqətli olaq bu hissəyə də. Buğda, arpa, darı, çəltik və ləmir bitkisində bunlar nə edir? Çiçəklərini açmamışdan öncə tozlanma gedir. Lakin pambıqdır, kənafdır, kətan bitkisində tozlanma çiçək açıldıqdan sonra baş verirdi. Və öz-özünə tozlanan bitkilərdə biz bilirik ki, erkəkcik və dişicik eyni vaxtda yetişməlidir. Daha sonra erkəkcik dişicikdən yuxarıda yerləşməlidir. Bunları nə? Dişicik erkəkcikdən aşağıda yerləşməlidir. Bu öz-özünə tozlanmaya aid uyğunlaşma. Çarpaz tozlanmanın isə növləri küləklə tozlanma var, həşəratlar vasitəsilə tozlanma və suyni tozlanma. Külək vasitəsilə tozlanan bitkilərdə onların əlvan çiçək yanlığı olmur, nektarları olmur, ətirsiz olur, görkəmsiz olurlar. Erkəkcik sapları uzun olur, tozluqları çoxlu olur, xırda olur, yüngül olur külək vasitəsilə yayılmasına görə. Diqqət, küləklə tozlanan bitkilər hansılardır? Qovaq, söyüd, çovdar, palıd, toğuz ağacı, qarğıdalı kimi bitkiləri küləklə tozlanan bitkilərə aid etmək olar. Həşəratlarla tozlanan bitkilərdə isə əslində bunların nektarları olur, alvan ləçəkləri olur, rəngli ləçəklərə malikdir, çiçək tacı olur və onların tozluqları iri və girintili çıxıntılı olur ki, hər hansı bir həşərata qovma bilsinlər. Həşəratlarla tozlanan bəzi bitkilər, məsəl üçün xaşxaşda, lalə bitkisində nektar yoxdur, lakin onların tozluqları var. Həmin o tozluqları vasitəsilə bəzi böcəklər neynir? Qidalanır. Deməli, xaşxaş, lalə böcəklər vasitəsilə tozlanan bitkilərdir. Digər ətirli tütündü, gecə çiçəyi bitkiləri də çiçəklərini gecə açır və gecə həşəratları vasitəsilə neynir? Tozlanmış olur. Və heyvanlar vasitəsilə də tozlanma var. Yəqin ki, bilirsiniz. Məsəl üçün, bu hissəni əzbər yadımızda saxlamalıyıq. Tropik ölkələrdə kohlrabi quşudur, ən kiçik quşdur, bal sorandır. Bəzi tutu quşlarıdır. Bunları deyə bilərik ki, onlar tozlanmada iştirak edirlər. Məməli heyvanlardan bəzi gəmircilərdir, çinqurulardır, opsumlardır, yarasalardır. Çiçəklərinin nektarını içərkən bitkilərin tozlanmasında iştirak edir. Belə, bu qədər tozlanma haqqında da bu hissələrdə bitkilərdə cinsi çoxalma, çikat mayalanma haqqında bilirik. Bunları danışmağımıza ehtiyac yoxdur. Yəni siz bilirsiniz ki, tozcuq borusu harda əmələ gəlirdi? Dişi bitki üzərində. Tozcuq cücərirdi harda? Dişi bitki üzərində. Tozcuq borusu tutuncuqdan yumurtalığa doğru uzanır və bu zaman tozcuq borusunda 2 ədəd cinsiyyət hüceyrəsi olan spermlər olur ki, onlar da ruşeym kisəsinə daxil olmuş olur. Və bütün bitkilərdə də, çiçəklərdə mütləq şəkildə ağızcıq və dişiciyin o əsas səsi yumurtalığı, yumurtacıq olur, amma sütuncuq ola da bilər, olmaya da bilər.
və bilirik ki, çikat mayalanmanı da Navaşin tərəfindən öyrənilmişdir. Toxumun cücərməsi o deməkdir ki, toxumun cücərməsi üçün hava lazımdır, su lazımdır, müəyyən rütubət və istilik və mütləq şəkildə sağlam rejim lazımdır. Məsəl üçün bu hissəyə də diqqət yetirsək, çovdar bitkisi, noxud bitkisinin toxumları 3 dərəcə Selsiyə qədər temperaturda, digər bitkilərin toxumları isə 10-15 dərəcə Selsiyə yüksək temperatur şəraitində cücərir. Öncə nə baş verir? Cücərməzdən əvvəl toxumlar bilirik ki, suyu udaraq toxum şişir. Və toxum şişər zaman artıq onlar nə edir? Toxum qabığı çatlamağa başlayır, yəni açılır. Toxum qabığı açıldıqdan sonra başlayır ruşeym kökçüyündən əsas kök əmələ gəlməyə. Bax bu şəkil ardıcıllığı veribdir. Kökün yaranması, daha sonra gövdənin yaranması, gövdədən isə ruşeymin ləpək yarpaqlarını, məsəl üçün lobya bitkisi ləpək yarpaqlarını kiləpərlərdə torpağın üst səthinə qaldıra bilir. Amma noxud bitkisində ləpək yarpaqlarını torpağın üst səthinə qaldıra bilmir. Məsəl üçün birləpəli bitkilərdə də belədir ki, onlar ləpək yarpaqlarını torpağın üzərinə çıxara bilmir. Lakin lobya bitkisi ləpək yarpaqlarını torpağın üst səthinə çıxartmış olur. Və toxumun ölçüsü də bilirsiniz ki, ölçüsündən də asılıdır. Xırda toxumlar, yenə deyirəm, dayaz əkilir, böyük toxumlar isə daha dərin əkilmiş olur. Hissəyə baxaq. Toxum və meyvələrin yayılması. Heyvanlar vasitəsilə yayılan bitkilər var, toxum və meyvələrini. Külək vasitəsilə yayanlar var, öz-özünə yayanlar var. Ən vacib olan bu hissəni əzbər bilək. Özləri yayanlara, məsəl üçün it xiyarını misal göstərə bilərik ki, toxumunu özü yayanlara misal göstərə bilərik. Daha sonra sarı akasiyanı, lobya, xaşxaş, layləni, onların meyvə yanlığı quruyur, çatlayır və özləri toxumlarını ətrafa səpir. Ona görə yadınızda qalsın, məsəl üçün lobya bitkilərini tez yığırlar, toxum tam yetişməmiş. Çünki o məhsul itkisinə səbəb ola bilər, özləri toxumlarını ətrafa yaya bilirlər. Sarı akasiyadır, lobya, xaşxaş, layləni misal göstərə bilərik. Bir də it xiyarı bitkisini deyə bilərik. Daha sonra toxumları külək vasitəsilə yayılan, biri var tükücüklər vasitəsilə toxumlarını yayan, tükücüklər vasitəsilə qovaqdır, söyüddür, su qamışını misal göstərə bilərik. Bax, su qamışı, qovaq və söyüdü misal göstərə bilərik. Bu isə əzbər tükücüklər vasitəsilə. Biri də var ki, qanadçıqlı meyvələrini yayan, bu ağacqayındır, görüşdür və bir də burana ağacqayın, görüş, cökə bitkisini də misal göstərə bilərik. Buraya cökəni də əlavə etsək. Ağacqayın, cökə və görüşü deyə bilərik. Uçağanlar vasitəsilə zəncirotu bitkisinin meyvələrini uçağanlar vasitəsilə ətraf mühitə yayır. Heyvanlar vasitəsilə məsəl üçün qarağatdır, moruqdur, böyürtkəndir. Onlar heyvanları cəlb edən əlvan rəngli olurlar və onun vasitəsilə heyvanlar vasitəsilə yayılır. Amma at pıtrağanıdır ki, dəvə dabanıdır ki, qarmaqcıqlara vardır ki, həmin o qarmaqcıqlar vasitəsilə heyvanlara yapışaraq ətraf mühitə yayılmış olur. Su vasitəsilə yayılanlara isə qızıl ağacı, elodoyanı, suzanbağını misal göstərə bilərik. Suda yaşayan elodoya, suzanbağını və suda yaşamayıb, suyun çayların kənarında bitən isə qızıl ağacı, meyvə və toxumları su vasitəsilə yayılırdı. Bu qədər bax, toxumların da yayılması əsas bu hissəyə diqqət yetirməyimiz vacibdir. Təbii birliklər də bilirsiniz nədir? Bunlar haqqında biz keçmişik. Bir də qırmızı kitabda qoruqlar nədir, yasaqlar nədir, milli parklar nədir? Qoruqlar ciddi mühafizə olunur. 11 qoruqumuz var. Heç bir təsərrüfat əhəmiyyəti işlər görülmür. Yasaqlıqlarda müəyyən hissəsi qorunur. Müəyyən hissələri təsərrüfat işləri ilə məşğul olunur. Yasaqlıqları dedik. Milli parkda isə müəyyən bir hissəsi dincəlmək üçündür. Digər bir hissəsində isə sahə qorunmuş vəziyyətdə olur. Belə. Ən böyük Azərbaycanda da Qızıl Ağac Dövlət Təbiət Qoruğuna misal göstərə bilərik. Bu qədər. 6-cı sinifdə.